Deyirlər ki, qadın alimentə görə boşanır. Elə bil ki, dağları verirlər. Bu aliment sizin uşağınız üçün verilir. Uşaq kol-kos deyil ki, suyu tökəsən öz-özünə çıxsın, yesin, içsin, nəqliyyatla gedib gəlsin. Elə də böyük məbləğ vermirsiniz axı. Qadınlar alimentə görə boşanır deyənlər vicdansızdır. Bu sözləri aparıcı Aytən Səfərova xəbər ertəsi verilişində deyib. Onun bu sözlərinə isə həmkarı Mehman Rəsulov belə reaksiya verib. Bunu bir-iki adam demir, çox adam deyir. Sosial şəbəkədə bunu nə qədər insan deyir. Hamını necə vicdansız adlandıra bilərik? Bunlar hamısı real həyatdakı insanlardır. Mən nifrət və hiddətin əleyhinəyəm. Qadın və kişilərin soyuq müharibəsi bizim cəmiyyətə travmadan başqa heç nə verməyəcək. Aytən isə cavab olaraq, sosial şəbəkədən çox real həyatda yaşamaq lazımdır. Real həyatda bizim işimiz daha çoxdur. Əvvəllər insanlar küçələrdə avaralanırdılar, indi isə sosial mediada avaralanırlar deyib. Əməkdar artist Elton Hüseynəliyev müəllim olmaq istəyir. Bu barədə sənətçi Günə Baxda danışıb. O bildirib ki, müəllimlik arzusu olub və bunun üçün bir neçə yerə müraciət edəcək. Milli Konservatoriyaya müraciət edəcəyəm. Eyni zamanda İncəsənət Universitetinə başvuracağam. Mənim arzum Sumqayıt şəhərindən başlamaqdır. Çünki özüm oradan gəlmişəm. Müəllimlərimdən bəhrələndiyimi kimlərəsə öyrətmək istəyirəm. Yaxın günlərdə kim istəyirsə ona təhsil verəcəyəm. Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirin açılışında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Professor Ədalət Muradov qonaqları salamlayaraq tələbələr adından Leyla Əliyeva və Arzu Əliyevaya təşəkkürünü bildirib.